Aleykum assalam və rahmetullah bərəkatuhu. Qardaş sual verir, deyir ki, son günlər xəyanət üstündə kişilər arvadlarını öldürür. Bu hədislər, bu hadisələr artır günü-gündən. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, ilk olaraq bu suala cavab vermişdən öncə gəlin biz görək ki, xəyanət nə deməkdir? Xəyanət əmanətə xilaf çıxmaq deməkdir. Əmanəti pozmaq deməkdir. Əmanəti yerinə yetirməmək deməkdir. Və ancaq bizim mentalitetdə, yəni Azərbaycan mentalitetində xəyanət deyiləndə burada zina nəzərdə tutulur. İstər qadın xəyanəti, istərsə kişinin xəyanəti. Amma xəyanət təkcə zina ilə kifayətlənmir. Zina elə zinadır. Zina elə zinadır. Amma xəyanət sözü isə yəni daha geniş mənalar özündə əks elətdirir. Çünki biz xəyanət sözünün lüğəti mənalarına baxsaq, yəni ərəb dilində mənalara baxsaq, orada biz çox mənaları orada görərik. Yəni qısaca əmanətə zayi etmək, əmanəti qorumamaq və s. Həmçində əgər söhbət qadının öz həyat yoldaşına qarşı xəyanətdən gedirsə, orada eyni zamanda zinadan savayı, yəni zina, xəyanət, açıq-aşkar ən böyük xəyanət, onu qoyaq qırağa. Bundan başqa isə xəyanət deyildikdə, yəni ərinin malını qorumamaq, ərinin övladlarına lazım olan, düzgün olan tərbiyəni verməmək, ərinin mülkünü qorumamaq, ərinin irzini, iffətini qorumamaq və eyni zamanda bura aiddir, həmçində xəyanət sinifindən bura aiddir. Yəni ərinin malından, mülkündən oğurluq eləmək, evindən oğurluq eləmək, onun malına, mülkünə qorumamaq, ondan sonra qadının namazlarını qılmaması, istər sübh, istər zöhr, istər əsr, istər məğrib, işə namazı, hansısa namazlarını qılmaması, bunlar ümumilikdə hamısı qadının öz ərinə qarşı olan xəyanəti hesab olunur. Yəni xəyanət təkcə zina ilə kifayətlənmir. Bəli, zina ən böyük xəyanətdir, amma xəyanət sözünün arxasında dediyimiz kimi bütün bu mənalar, yəni qadının həyat yoldaşı olan xəyanəti də hamısı bu sıradan. Ona görə biz baxsaq görsək Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini və görərik ki, Allah Rasulü dünyanın ən yaxşı neməti kişilər üçün salih qadın demişdir. Yəni ən gözəl nemətlərdən salih qadın. Və eyni zamanda Allah Rasulü öz hədislərində eyni zamanda da pis qadından, pis həyat yoldaşından Allaha belə sığınması hədisi vardır ki, hansı ki hədisi də bir neçə sahabə rəvayət edib ki, yəni Peyğəmbər s.ə.v Allaha pis həyat qonşusundan, pis qonşudan və pis həyat yoldaşının, hansı ki onun vaxtının tez qocaldan yoldaşından, yəni Allaha sığınmışdır. Hədis də silsiləti əs-sahihədə səhv eləmirəmsə 3037-ci hədisdə keçmişdir ki, yəni Peyğəmbər s.ə.v hədisi rəvayət etmiş, bu hədisi demişdir və Şeyx Albani rəhməhullah hədisi səhih hesab etmişdir. Yəni, bu qısaca olaraq xəyanəti bilək ki, xəyanət təkcə zina demək deyil. O ki, qalırsa ki, zinanın qarşılığında, yəni qadın xəyanət edir və xəyanəti onun zinadırsa və onu öldürmək məsələsinə gəlincə isə, yəni heç bir halda, istər müsəlman dövlətində, istər qeyri-müsəlman dövlətində bir kəs başqa bir kəsi qətlə yetirə bilməz. Bunlar hamısı dövlət tərəfindən həyata keçirilən, yəni cəza növləridir. Əgər şəriət dövlətsə, İslam dövlətsə, əgər kişi öz yoldaşını zinada görübsə və ona 4 şahidi varsa, o zaman müraciət edir şəriət məhkəməsinə və şahidlər şahidlik edir və ondan sonra hədd tətbiq olaraq o edam olunur. Yəni daşqalaq olunur. Yəni bu şəriət dövlətində. Amma qeyri-şəriət dövlətində, yəni sivil konstitusyon dövlətlərdə də heç bir halda vətəndaş öz həyat yoldaşının zina elədiyi üstündə öldürə bilməz və ona heç kim səlahiyyət verməyib. Və bu da böyük bir cinayət və böyük bir təhlükədir. Çünki insanı qətlə yetirmək üçün onun ilk öncə olaraq onun cəzası isbat olunmalıdır. Yəni sivil ölkələrdə isə, konstitusyon dövlətlərdə isə, yəni daşqalaq cəzası olmadığı üçün, əgər bir kəs Allah qorusun öz həyat yoldaşını zinada görərsə, qardaşım geçsin müraciət eləsin məhkəməyə
sübutların gətirsin, toplasın və boşanma tələb eləsin, qutarsın, getsin. Və ən yaxşı halda zinanı isbat eləyərsə, övladlarını həmən o zinakar qadının alar, saxlayar özünə və qadını boşar, çıxsın, getsin atasının evinə və heç bir halda isə onu qətlə yetirə bilməz. Və buna heç kim ona səlahiyyət verməyib, aydındır. Ona görə belə bir hal yaranarsa, bəli, müraciət eləsin məhkəməyə, isbatla, sübutlarla qoysun və məhkəmə onu zinakar qadın kimi təsdiqləsin və sənin onda olan övladları alsın, versin sənə, nə aliment ödəyirsən, nə də bir şey, qoy getsin, öz həyatını yaşasın, qutarsın, getsin. Amma heç bir halda sən onu qətlə yetirə bilmərsən.